Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İyunun 18-də ölkə ərazisinin əksər rayonlarında hava əsasən sabit və isti keçəcək. Gün ərzində günəşli hava üstünlük təşkil etsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış ehtimalı qalır. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı da istisna olunmur. Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam saatlarında mülayim külək müşahidə olunacaq. Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti təşkil edəcək. Paytaxt sakinlərini yay fəslinə uyğun isti və rahat hava şəraiti gözləyir. Aran rayonlarında, o cümlədən Yevlax, Bərdə, Ağcabədi, Sabirabad, Satlı, İmişli və ətraf ərazilərdə gün ərzində hava isti olacaq. Temperaturun gündüz saatlarında 32-38 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Günəş şüalarının intensiv olacağı nəzərə alınaraq açıq havada çalışan vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir. Gəncə, Qazax bölgəsində, o cümlədən Gəncə, Qazax, Ağstafa, Şəmkir və Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz saatlarında temperatur 27-35 dərəcə arasında dəyişəcək. Bəzi ərazilərdə isti hava dalğasının təsiri hiss oluna bilər. Şəki-Zaqatala bölgəsində hava dəyişkən buludlu olacaq. Şəki-Zaqatala, Qax, Balakən və Qəbələ istiqamətlərində günün ikinci yarısında qısa müddətli yağış ehtimalı mövcuddur. Temperatur gündüz 24-32 dərəcə arasında dəyişəcək. Dağlıq ərazilərdə isə hava daha sərin olacaq. Vaxaçmaz bölgəsində, xüsusilə Qubad-Qusar və Xınalıq istiqamətində səhər və axşam saatlarında sərin hava müşahidə ediləcək. Gündüz temperatur 23-30 dərəcə arasında olacaq. Dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı qalmaqdadır. Lənkəran, Astara iqtisadi rayonunda hava əsasən mülayim keçəcək. Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında gündüz temperatur 27-33 dərəcə isti olacaq. Rütubətin yüksək olması səbəbindən hava temperaturu olduğundan daha isti hiss edilə bilər. Qarabağa və Şərqi Zəngəzur bölgələrində, o cümlədən Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarında hava əsasən sabit olacaq. Dağlıq ərazilərdə gecə saatlarında temperatur 12-18 dərəcə isti, gündüz isə 22-30 dərəcə isti təşkil edəcək. Bəzi yüksək dağlıq ərazilərdə qısa müddətli yağış müşahidə oluna bilər. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gündüz saatlarında temperaturun 32-39 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bölgədə yay istiləri daha çox hiss olacaq. Ümumilikdə 18 iyun tarixində Azərbaycanın böyük hissəsində yay fəslinə uyğun isti və sabit hava şəraiti hökm sürəcək. Dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı olsa da, əksər rayonlarda günəşli hava üstünlüyü təşkil edəcək. Temperatur göstəriciləri bir çox bölgələrdə 30 dərəcəni keçəcək və bəzi aran rayonlarında 38-40 dərəcəyə yaxınlaşa bilər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Yeni hava proqnozları və gündəlik xəbərlər üçün bizi izləməyə davam edin.